Axırıncı gün kimin qapısına gedək? Kimin qapısına gedək? Hər yerdən əl üzüləndə ananın qapısına gedərlər, düzdür? Ana dadına çatır insanın. Hər bir zamanda hamı üst çevirəndə ana üst çevirmir. Zəhra sənin sinəndə yar. Ey dilbəra, dilbəndə çox. Gedək anamıza özümüzdən şikayət edək. Deyək, ana sənə layiqli övlad olan mənim. Gedək o yanmış qapısına xanım Fatimə Zəhra. Allah'ı belə təhdid eləyə bilərik biz anamızla. Deyə bilərik ki, bağışlamasan Ramazan ayı sona çatır. İndi də bağışlamasan Həzrət Fatimə rozəsi oxuyarıq. Yeri göyə ağladaq. Bizim başqa nəyimiz var?